Pul, nüfuz ve hürmet vacibdir tabii ki. Ama siz olun, heç vaxt Cancelo'nun Barcelona'nın sevdiği kimi sevmeyen bir insanı hayatınıza almayın. Juventus'tan Manchester'a gelmək və Guardiola qazanında pişmək dönüş nöqtəsi oldu Cancelo üçün. O dövrdə bəlkə də dünyanın ən yaxşı solçunun oyuncusuna çevrilmişdi. Lakin Portugal dik başlığın varsa Pep'in planında artıq yoxsan. City'dən Bavariyaya, sonra yenidən City'yə alınmır. Zirvədən sürətli bir eniş başlayır Cancelo üçün. Elə bu vaxtda Kataloniyadan o təklif gəlir. Bir illik icari müddətində Barcelona'da 42 oyuna çıxıb 4 gol və 5 asistə imza atır. Amma Barça azarkeşlərinin gözündə onun kluba olan bağlılığı və sevgisi bütün statistikalardan daha dəyərli idi. Ötən ilin yanvar ayında daha bir dəfə Barcelona Cancelo'nu icarəyə götürdü. Bu dəfə Manchester'dan yox, 25 milyona transfer olunduğu ələhlidən. Ərəb klubuna qayıtdığı və məşqə çıxdığı günlərdə belə Barcelona ilə bağlı paylaşımlar edən Joao'nun istəyi bəlli idi. Bu halda ediləcək tək bir şey vardı: onu tam şəkildə transfer etmək. 3 illik müqavilə imzaladığı görüşdə Laportanın necə qucaqlaması çox şeydən xəbər verirdi. O, olmaq istədiyi yerdə idi. Bəs bura onun olmalı olduğu yerdirmi? Bunu zaman göstərəcək.